Bilen şəhərdən xüsusi reportajımız var, izləyək. Dünyanın siyasi və iqtisadi beyin mərkəzləri Alp dağlarının ətəyinə yığışır. İsveçrənin Davos şəhəri növbəti dəfə Dünya İqtisadi Forumuna ev sahibliyi eləyir. Təxminən 5 saatlıq uçuşdan sonra Sürük hava limanına çatırıq. Sürükdən Davosa xüsusi olaraq ayrılmış mikroavtobuslarla hərəkət ediləcəyik. Buradan Davosa təqribən 2 saat yarımlıq yoldur. Davosun relyefi orada hava limanının inşasına imkan vermir. Bizim Laçında dağların arasında qurduğumuz aeroportu İsveçrəlilər Davosda tikməyə tələsməyiblər. Odur ki, qış turizmi üçün yolunu bu kurort şəhərindən salan əcnəblər bu məsafəni də qət etməyi gözə almalıdırlar. Dünyanın bir çox ölkələrinin liderləri də daxil olmaqla siyasətçilər və iqtisadçılar isə bu kurort şəhərinə istirahət üçün yox, ənənəvi Davos Dünya İqtisadi Forumunda iştirak məqsədi ilə üz tuturlar. Bitte alle rechts vorweisen. Jetzt. Bierpatch. Super. Danke. Mötəbər tədbir öncəsi təşkilatçılar qarşısında duran ən ümdə məsələlərdən biri də heç şübhəsiz təhlükəsizlik məsələsidir. Dialoq ruhu 56-cı dəfə keçirilən forumun adı bu cürdür. İndi siyasi ziddiyyətlərin hərbi toqquşmalara çevrildiyi müasir dünyada dialoqa ehtiyac kəskin şəkildə artıb. Diplomatlar susanda toplar danışır. İndi siyasətçilər topları susturmalı və bu tendensiyanı dayandırmalıdırlar. Bu ilki gündəlik geosiyasi gərginliklərdən tutmuş, süni intellektin etik sərhədlərinə qədər geniş mövzuları əhatə edir. Azərbaycan prezidenti Davos Dünya İqtisadi Forumuna ənənəvi olaraq dəvət olunur. Bu birincisi Azərbaycan liderinin baxışının böyük bir coğrafiyada əməkdaşlıq və inkişafa yön verməsi ilə bağlıdır. İkincisi Azərbaycan nəinki yerləşdiyi bölgədə, Avrasiyada enerji, o cümlədən bərpa olunan enerji və nəqliyyat tranzit xəritəsini formalaşdıran ölkədir. Bu ilki Davos Forumu